İmam Rızanın öz sözüdür. Sizə mən çatdırıram bunu. Ki buyurur ki, məni bir dəfə ziyarət eləsə, bir dəfə mənim ziyarətimə gəlsə, mən 3 dəfə onun görüşünə gələrəm. Bir ölüm vaxtı, can verəndə, çətin məqamında ki, canı bədənindən ayrılır, tənha, tək, başında nə qədər adam olursa olsun, o vaxt insan tənha qalır. İkincisi, sorğu-sual vaxtı. Qəbirdə sorğu-sual olunanda və qiyamətdə fərq yoxdur. Bu ikinci hər sorğu-suala aiddir. Soruşulan vaxt. Elə ki soruşacaqlar, mən imamın kimdir? İmam Rıza Əleyhisselam gələcək başımızın üstünə inşallah zəvvarlarına və cavab verəcək. Üçüncü də buyurur siratdan keçəndə. Sirat körpüsündən keçəndə mən gəlib əlindən tutaram, qoymaram ayağı titrəsin.